Qayıt başlatdım. Deməli, digər layihələndirmə metodları nələrdir? Gəlin baxaq. Şəlalə waterfall modeli ilə Agile müqayisəsi, spiral modeli və sürətli prototipləmə, code and fix model. Gəlin ümumiyyətlə baxaq, şəlalə waterfall metodu nədir? Agile ilə müqayisədə bunun üstünlüyü və ya fərqli cəhətləri nələrdir? Deməli, SDLC modelləri nələrdir? Gəlin baxaq. Software Development Lifecycle. Layihə hazırlayarkən komandalar müəyyən bir inkişaf metodologiyası, development metodoloji ilə seçirlər. Bu metodologiya layihənin hansı ardıcıllıqla icra olunacağını müəyyən eləyir. Ən geniş istifadə olunan metodologiyalar waterfall, şəlalə modeli, agile, spiral, prototip, code and fix. Yəni kodlaşdır və fix elə metodudur. Məqsəd layihənin daha planlı, idarə olunan və uğurlu şəkildə tamamlanmasını təmin etməkdir. Waterfall şəlalə modeli nədir? Waterfall şəlalə modelində mərhələlər bir-birinin ardınca icra olunduğu ənənəvi inkişaf metodudur. Burada artıq tələblər toplanır, analiz olunur, dizayn olur, development olur, testing, deployment, sonra maintenance. Əgər hər mərhələ tam bitdikdən sonra növbəti mərhələyə keçilir. Əgər əvvəlki mərhələdə səhv aşkar olunarsa, geri qayıtmaq çətin və baha başa gəlir. Bu Agile kimi deyil. Yəni Agile'da necə idi biz öyrənmişdik. Yadınızdadır, cavab verə bilərsiniz. Agile'da necə idi? MVP Agile'da bir davam elədikcə dəyişkənlik olurdu deyəsən, waterfall'da, amma birbaşa layihəni götürürdülər. Ay, sağ olun. Agile'da kiçik hissələri götürürdülər, müştəriyə çatdırırdılar. Ondan sonra yəni müştərinin ehtiyacı varsa ikinci bir dəyişiklik eləyirdilər. Amma waterfall'da elə deyil idi. Başdan axıra qədər götürürdü dəyişikliyi. Deyirdi ki, mən bunu gedib development eləyəcəm. Bu daha sonra baha başa gəlir. Niyə? Çünki elə ola bilər ki, müştərinin istəklərinə uyğun gəlməsin, tələblər düzgün analiz olmasın. Mən məsələn indi işlədiyim qurumlar olur da, yəni baxıram ki, çox IT biznes analitikın ən böyük qlobal səhvi gəlib tələbi düzgün araşdırmır da, detallı. Elə gedir, bezir də, 2 nəfərdən, 3 nəfərdən soruşur, deyir, hə belədir. Elə yazır dokumentasiyanı, verir developmentə. Sonra məsəl üçün o professional adam gələndə professional PO, məsələn, sorğu-sual aparır. Sən də sualın birinə cavab versən, birinə cavab verə bilmirsən, ortalığa çıxır. Yəni, ona görə tələbləri düzgün araşdırmaq lazımdır ümumiyyətlə. Waterfall'un üstünlükləri nədir? Planlaşdırması asandır. Yəni, Agile kimi hər dəqiqə qruplaşıb görüş keçirtmirsən. Agile-da əslində çox adam bezir. Hər dəqiqə görüş. Çünki tez-tez dəyişirilir də, hər şey ona uyğunlaşmalısan. Və planlaşdırması asandır, sənədləşmə çox güclüdür burada. Yəni, çünki niyə? Deyim, Agile-da bizə vaxt vermirlər. Məsələn, kiminsə 2 aya elədiyi dokumentasiyanı mənə o günlər 1 gün yarıma yazdırıblar. Amma burada elə deyil waterfall-da. Oturursan, səni 3 ay, 4 ay verirlər ki, oturub həm rahat işini görəsən, həm rahat dokumentasiya eləyəsən, yazıb pozasan. Büdcə əvvəlcədən hesablanır. Çünki Agile-da bilmək olmur da, müştəri nə istəyəcək, nə edəcək. Amma burada hamı bilir hər şeyi, büdcə əvvəlcədən hesablanır. Dövlət və bank layihələri üçün uyğundur, sabit tələblərdə çox effektivdir. Gəlin baxaq waterfall'un çatışmazlıqlarına. Dəyişiklik eləmək çətindir. İstifadəçi məhsulu yalnız layihənin sonunda görür. Risklər gec aşkarlanır. Müştəri fikri gec alınır. Yəni bunlar waterfall'un çatışmazlıqlarından biridir.
Gəlin baxaq Agile nədir? Agile demişdik ki, çevik inkişaf metodologiyasıdır. Burada layihə kiçik hissələrə bölünür. Hər sprint sonunda işlək məhsul təqdim olunur. Sprint 1, sprint 2, sprint 3, sprint 4. Bu 4 sprint 2 aylıq bir dövrdür. 3 aylıq dövr, yəni rüb üzrə 6 dənə sprint olur. Hərəsi 10 iş günü olur. Sən 10 iş günü ərzində bir dənə dəyər verməlisən. Başlayıb bitirəcəyin işləri götürməlisən. Başlayıb bitirə bilməyəcəyin işləri bölməlisən. Yəni bunu düzgün delegasiya eləyib idarə eləməyə bacarmalısan. Yəni komanda hamı bacarmalıdır bunu. Gəlin baxaq Waterfall-la Agile-ın fərqinə. Waterfall plan əvvəlcədən hazırlanır. Dəyişiklik çətindir. Bir dəfə test edilir, ümumi böyük release edilir, sabit layihələrdə olur. Amma Agile plan davamlı şəkildə dəyişə bilər. Dəyişiklik normaldır. Hər sprint test edilir, kiçik releaselər olur. Dinamik layihələrdə bu olur, yəni startaplar və s. Hər hansı halda hansı seçilir? Gəlin baxaq. Bu Waterfall bank core sistemlərində, yəni hansı ki o database ilə işləyən sistemləri və ya proses sistemləri, kart sistemləri, dövlət layihələri, hüquqi sistemlər, sabit tələblər. Yəni dövlət layihələrində dəqiqədə bir şey dəyişmir. Adamlar bir dənə şey istəyirlər, ondan gəlirlər. Bu daimi dəyişənlər, bu məhsulla işləyənlərdir. Məsələn, dövlət nazirliklərdə falan çox da işləyənlər bilir də, şey olmur, dava dalaş olmur, belə deyim, çox konflikt olmur. Niyə? Sabitdir. Hamı sakitcə oturub işini işləyir. Amma bu bankdır, sığortadır, digər layihələrdir. Orada konflikt çox olur. Niyə? Çünki hər dəqiqə bir şey deyir, hər kəs bir söz deyir. Çox çətindir də burada. Sabit tələb yoxdur, hərə bir söz deyir. Agile məsələn mobil tətbiqlərdə, startaplarda, web platformalarda, e-commerce şirkətləridir, fintechlərdir və s. Aztelekomdur, Azercelldir, Azerinconnectdir, Azerlotereyadır və bu kimi. Spiral modeli nədir? Spiral modeli həm Waterfall, həm də Agile xüsusiyyətlərini birləşdirən inkişaf modelidir. Əsas məqsəd riskləri erkən müəyyən eləməkdir. Spiralın mərhələləri birinci planlaşdırır, sonra riski analiz eləyir, sonra development edir, sonra qiymətləndirir. Yeni spiral modeli. Hər dövrün sonunda layihə daha da təkmilləşdirilir. Yəni bu da ikisinin hibrid mərhələsidir. Spiral modeldə yenə bank sistemlərində, aviasiya sistemlərdə, kosmik proqramlarda, müdafiə sənayesi nazirliyinin sistemlərində, böyük riskli layihələrdə spiral modelindən istifadə edirlər. Prototipləmə nədir? Prototip məhsulun ilkin nümunəsidir. Məqsəd istifadəçiyə son məhsulu hazırlanmazdan əvvəl necə görünəcəyini göstərmək. Bu Agile-da da istifadə olunur əslində. Məsələn, bizim bir layihəmiz var. Burada məsələn o hal-hazırda prototipləmə mərhələsindədir. Yəni mən analizimi eləmişəm. İlkin initial flow deyilən bir şey var. İlkin flow. Yəni BPM-in diaqramını çəkmişəm. Vermişəm, demişəm ki, dizayner bunu çəksin ki, development komandasına göstərək ki, bu belə görünəcək ki, ən azından onlarda təsəvvür yaransın. Gəlin real nümunəyə baxaq. Figma dizaynı, müştəri baxır, dəyişiklik eləyir, sonra development başlayır. Beləliklə proqramçı səhv istiqamətdə işləmir. Yəni səhv bir şey eləmir də, prototipin üzərindən işləyir. Prototipin üstünlükləri nədir? Müştəri erkən rəy verir, səhvlər azalır, tələblər dəqiqləşir, inkişaf sürətlənir. Code and fix nədir? Ən sadə inkişaf metodudur. Əvvəl kod yazılır, problem çıxanda düzəldilir. Kod, bug, fixdir. Yəni olanda çatışmazlıqları plan zat yoxdur. Elə bug fix çıxanda düzəldirlər. Analiz yoxdur, test zəifdir. Böyük layihələrdə işləmir bu. Ancaq kiçik layihələrdə. Yəni niyə istifadə olunur? Çünki kod qarışır, bug artır, xərc artır və vaxt uzanır. Bu bizim digər layihələndirmə metodlarımız. İndi keçəcəyik PDLC-yə. Gözlüm, mən sizə bunların bir dənə şəkillə göstərim. Fərqlərini yadınızda qalsın.
Baxın. Agile-da konsept development olur, prototipləşmə olur, testdən istifadə olur, iterasiyalar, yəni pointlər verilir, sonra çatdırılma olur. Amma waterfall-da toplanma, dizayn, implementasiya, testing, deployment, maintenance, bax bu hissələrdən keçir. Amma agile gördüyünüz kimi daha sürətli olur. İndi burada detallı baxacağıq Kanbana, Scrambana və digərə. Agile-ın özü də iki cür olur. Kanban, bir də Scramban. Kanban nədir? Bunu tez-tez eşidəcəksiniz. Kanbanda bir 10 günlük bir qrafik qoymurlar da. Siz uje task gəldikcə işləyirsiniz. Yəni baxmırsınız ki 10 gündür, 15 gün, neçə gündür uje bitirirsiniz. Ancaq task gəlir, götürürsüz, işləyirsiniz, dana atırsınız. Task gəlir, götürürsüz, işləyirsiniz, dana atırsınız. Heç kim sorğulamır da dəyər qatdı, dəyər qatmadı. Bu Scrum kimi deyil. Yəni bu çox belə deyim, şeylər üçündür. Necə çox belə yetişmiş komandalar üçündür. Hansı ki onlar bilirlər də nə edəcəyini. Amma Scrum-da elə deyil. Scrum-da uje planlaşdırma, implementasiya, reviewlar, retrospektivalar, daily stand-up görüşləri olur. Yəni hər birinin özünün görüşləri olur. Scrum-da sprintə girəndə planlaşdırır. Birinci retrospektiv eləyir, köhnə şeyi bağlayır sprinti. Nə yaxşı keçdi, nə yaxşı keçə bilərdi, nəyi inkişaf elətdirmək lazımdır. Bu kimi suallar olur. Yəni hamı orada uje rahat şəkildə kimin səhvi var özünə deyə bilir ki, bu düz getmir də, ay qardaş bizdə. Sonra retrospektiv, ondan da öncə review olur, göstəririk işimizi, sonra planlaşdırırıq, sonra hər gün daily stand-uplarımız olur, planlaşdırdıqlarımızı da implementasiya edirik. Bu Scrum-bandır. Baxın, sprint 1, sprint 2. Görürsünüz, gəldi, planlaşdırdı, implementasiya elədi, review elədi, retrospektiv elədi, bağladı sprinti, ikinci sprint başladı. Planning elədi, implementasiya elədi, yəni development, review elədi, retrospektiv elədi, bitdi. Bax, belə işləyir Agile. Amma Waterfall necə işləyir? Birinci gedir, tələbləri araşdırır, sonra analiz eləyir, dizayn eləyir, kodlaşdırır, test eləyir, sonra keçir proda. Görürsünüz, hamısı mərhələ-mərhələ olur. Amma Agile-da bəzən elə olmaya bilər də, risk məsələn paraleldə analizdə gedilmiş bir şeylər olur bəzən. Paraleldə analizin getdiyi hallarda olur, yəni bəzən bunu gərəkdirir də, belə deyim sizə. Waterfall-da bunlardan istifadə eləyirlər ki, Jira-dan da istifadə eləyirlər, Notion-dur, digər şeylərdir ki, proyektin timeline-ını görsünlər Waterfall-da. Yəni daha çox timeline based gedir onlarda. Bundan bu qədər. İndi mən keçim sizlə PDL-sini danışım. Bura qədər sual var. Yox, mən. PDL-si hardadır? Hə. Gəlin baxaq product development hissəsinə, product development məhsulun hazırlanması hissəsinə. Hə. Ümumiyyətlə məhsulun nədir? Məhsulun hazırlanması necə olur? Bu PO-lar nə iş görür? Buna baxacağıq. Məhsul nədir? Baxın, problem gəldi, həll gətirdik və dəyər qatdıq. Məhsul müştərinin real problemini həll edən, ölçülə bilən və dəyər yaradan və biznesə nəticəsi verən bir həldir. Əsas elementləri problem, yəni nə ağrı yeri nədir? İstifadəçi kim üçün həll nə təklif edirik və dəyər nə qazanırıq biz? Bunlardan ibarətdir. Case study nədir? Sığortada məsələn onlayn polis alma deyək ki də, yəni girirsiniz, hansısa ölkəyə səyahətə gedirsiniz, orada onlayn şəkildə polis alırsınız. AI prompt məsələn bu ideyanı məhsul kimi formalaşdır veririk. Problem müştəri filial olmadan sığorta polisi ala bilmir. Problemimiz budur. Həll
Mobil tətbiq vasitəsilə anlıq polis satın alma, həllimiz budur. Dəyərimiz %40%, məsələn, rəqəmsal satış, müştəri məmnuniyyəti, xərci azaltmaq, dəyərimiz budur. Yəni biz nəyisə təqdim eləyəndə bu şəkildə getməliyik ki, problem buydu, getdim bunu həll elədim, bu nəyə qatdı və nəyi azaltdı. Yəni biznes adamlarına bu cür dildə danışmaq lazımdır. Produkt və proyekt fərqi nədir? Məhsul produkt davamlı inkişaf etdirilir, ölçülür, istifadəçiyə dəyər yaradır, sabit komanda, iterativ yanaşma, müştəri mərkəzlidir. Məsələn, nümunə mobil bank tətbiqi, hər sprintdə yeni funksiya əlavə edilir, KPI-lər ölçülür, yəni Key Performance Indicators-dır KPI deməkdir. Layihə isə proyekt müəyyən başlanğıcı və son tarixi var, skop sabitdir, çatdırılandan sonra komanda dağılır. Nümunə, məsələn, kredit kalkulyatoru, tələblər yazıldı, hazırlandı, təhvil verildi, vəsə. Kredit kalkulyatorunun nə kimi inkişafı ola bilər? Həmişəki kalkulyatordur da. Uzaq başı nəsə hesablaması dəyişə bilər. Faizlər dəyişilə bilər, yəni. Məhsulun həyat dövrü. Gəlin baxaq, life cycle mərhələləri. Ideation, discovery, build, launch, growth, retire. Hər mərhələdə fərqli məqsəd, resurs və uğur meyarları mövcuddur. Məsələn, biznes analitik bu axışı izləyərək tələbləri, riskləri və stakeholder gözləntilərini idarə edir. AI promptda, məsəl üçün, kart kəşbək məhsulu üçün life cycle-ın hər mərhələsindəki əsas riskləri çıxar desək, texniki, biznes, hüquqi və müştəri riskləri daxil olmaqla siyahı hazırla desək, bunun hamısını eləyəcək. Case study nədir? Gəlin baxaq. Kart kəşbək məhsulu, ideation, müştəri loyallığı artırma ideyası, ideya ilə gəlmişik. Discovery, xərc gəlir modeli araşdırılması, discovery'miz budur. Build eləyirik, nəri? Core banking inteqrasiyasını launch eləyirik. Yəni, çıxırıq pilot min kartla, biz production'a çıxırıq və müştərilərin istifadəsinə bunu veririk, yəni launch eləyirik. Daha sonra inkişaf nədir burada? Growth nədir? Kəşbək kateqoriyaları genişləndirilir. Retire isə premium karta köçürülür. Gəlin baxaq product development komandasının PM məhsulun vizyonu, roadmapini prioritetləşdirməsini eləyir. BA tələblərin toplanması, analiz, sənədləşməni eləyir. UX və UI istifadəçi araşdırması, prototip dizayn, developer texniki həll, kod inteqrasiya, QA test strategiyası, keyfiyyətə nəzarət eləyir. Data analitika, KPI izlənməsi, hesabatlar hamısını eləyir. Legal və compliance tənzimləyici tələblər, risk. Bu maliyyə də ola bilər. Yəni, ikinci tərəflərdə kim varsa o ola bilər. Underwriter ola bilər və s. və ilaxır. Baxır şirkətə. Case study'miz nədir? Məsələn, travel insurance app'imiz var. Bir dənə Azərbaycan Bankının səyahət sığortası tətbiqində project manager roadmap müəyyən edir. BA gedir, tələbləri toplayır. UX onboarding ekranlarını dizayn edir. Dev API inteqrasiyasını qurur. QA regression testlər keçirir. Data dönüşüm metriklərini izləyir. Legal GDPR uyğunluğunu təmin edir. GDPR yəni ümumi standartlara uyğunluğunu deməkdir. Biznes məqsədi və problem statement nədir? Problem statement müəyyən edilmiş biznes problemi ölçülə bilən, dəqiq formada ifadə edilməlidir. Problem tree, bu problem tree-dir. Kök səbəb nədir? Mürəkkəb müraciət formasıdır. Uzun gözləmə müddətidir. Şəffaf olmayan prosesdir. Ana problemi çıxardırıq. Kredit müraciətlərində yüksək drop-off. Nəticə nədir? Gəlir itkisi, müştəri məmnuniyyətsizliyi, rəqib üstünlüyü. Gəlin baxaq, ölçülə bilən problem statement çıxardırıq. Mobil bankda kredit müraciət edən istifadəçilərin %62-si 3-cü addımda prosesi tərk edir. Bu da aylıq 480 müraciət itkisinə səbəb olur. Yəni, bir prosesi təqdim edəndə bu cür təqdim edirik ki, yəni biz nəyi aradan qaldırmışıq? Biz heç birimiz öz-özümüzə development eləmirik. Hamısının səbəbi var. Nəyisə aradan qaldırmaq üçün hansısa developmentə başlanılır. AI prompt nədir? Məsəl üçün, prompt yaza bilərik ki, bu problemi measurable problem statementə çevir. Yəni, ölçülə bilən. Case study'miz nədir? Kredit müraciətlərində drop-off, bank, mobil kanal üzərindən kredit müraciət axını, problem addım 3-də, məsələn, sənəd yükləməsini %62% tərk eləyir. O kök səbəbi tapırıq ki, sənəd yükləməsində nə baş verir ki, %62% müştəri bunu tərk eləyir. Biznes məqsədi drop-off-u, yəni tərk etməni %30-a endirmək, aylıq 200 plus müraciət qazanmaq. BA rolu gedir, drop-off səbəblərini analiz eləyir, problem statementləri yazır, stakeholderlərdən razılaşdırır.
Müştəri ehtiyacları və VOC nə deməkdir? Feedback kanalları, sorğular, fokus qruplar, NPS, müştəri xidməti loqları, sosial media, in-app rəylər və sahə müşahidələri vasitəsilə VOC, yəni Voice of Customer toplanır. Bu sözü tez-tez eşidəcəksiniz. Ehtiyaclar funksional, emosional və sosial kateqoriyalara bölünür. Gəlin baxaq bazar araşdırması nədir? Funnellarımız var. Bizim bazarın ölçüsünü müəyyən edir. Total addressable market, bütün potensial bazar. Serviceable addressable market, hədəflənə bilən segment. Serviceable obtainable market, əldə edilə bilən pay. Diaqrama baxaq. Yəni bizim hər səviyyədə bazarımızın həcmini göstərir bu. SME banking hesab paketi deyə. Azərbaycanda 50 mindən çox KOB müəssisəsi var. Kiçik və orta biznes yəni sahibkarlarla işlədir bu müəssisə. Bu tamı təşkil eləyir. Samı rəqəmsal bankçılığa hazır 18 min şirkət, SOM isə ilk ildə 3000 aktiv müştəri hədəfi. Konkurentlik analizi, yəni rəqabət, future müqayisə matrisi, bank məsələn və fintech. Bankda nədir var? Güclü tənzimlənmə, geniş məhsul, leng onboarding, fintechdə sürətli KYC, minimal sənəd, yüksək UX, fintechdə API first var, anlıq hesab açılışı, təm rəqəmsal. Məsələn, deyə bilərik ki, AI-ya prompt yaza bilərik ki, 3 rəqib üçün feature gap analizi yarat, hər birinin güclü və zəif tərəflərini, boşluqları göstər. Ənənəvi bank və fintechi gətirəcək. Digital onboarding müqayisəsində məsələn bank 3-5 gün filial tələbi var. Fintechdə 5 dəqiqəyə Face ID ilə nəsə keçiririk. Burada araşdırmamızda personamız məsələn adı Əli Məmmədov. Bu UX researcherlər eləyir bunu ən çox. Yəni gedir müştəri ilə danışır, personanı tanıdır kütləyə. Əli Məmmədov 26 yaşı var, rolu nədir? Junior mütəxəssis, özəl sektordadır. Məqsəd taksitlə telefon və elektronika almaqdır. Tutaq ağrı nöqtəsi, pain point nədir? Kredit kartı üçün gəlir sənədi tələbi. Davranışı nədir burada? Mobil bank aktiv istifadəçisidir. Eğer prompt yazırıq ki, bank müştəri üçün persona yarat. Case yəni gətirir bizə həmin müştəri personamızı. Müştərilərin səyahət xəritəsi, məsəl üçün. Awareness, nə deyirlər buna? Customer journey. Awareness, apply, müştəri avtosığorta ehtiyacını dərk edir, reklam tövsiyə ilə brendlə tanış olur, online araşdırır, qiyməti müqayisə aparır, pain pointi çox mürəkkəb şərtlər və qeyri-şəffaf qiymətlərdir. Approve use nədir? Sığorta müqavilə imzalanır, polis verilir, müştəri zərər hadisəsi zamanı claim prosesi, yəni hadisə prosesini başladır, pain pointi sənəd tələbləri çox, claim forması uzun və mürəkkəbdir deyək. Support retention nədir? Müştəri zərərin ödənilməsini izləyir, dəstək xidmətinə əlaqə saxlayır, pain pointi görək nədir? Geri bildirimsizlik, ödəniş gecikməsi, yəni bunu qəzaya düşdü, pulunu qaytardılar, heç xəbəri olmur ki, bunun pulunu qaytarıblar. Baxın belə. Empathy map qururuq. Empathy map müştərinin düşüncə, his və söz davranışlarını görünən edir. 6 kvadrant, things, feel, daxili dünyası, say, do, xarici davranışı, pain, problemləri, gain istəkləridir. BA bu aləti müştəri müsahibəsindən sonra tətbiq eləyir, məsəl üçün. Gəlin baxaq case study'mizə. Mortgage application stress, ipoteka müraciət edən müştəri. Düşüncəsi nədir? Təsdiqlənəcəkmi görək. Yəni hamımız ipotekaya müraciət edəndə bunu fikirləşirik. Feelimiz nədir? Narahatlıq, stres. Say, deyirik, proses çox uzundur. Do, hər gün status yoxlanılır. Pain, şəffaflıq yoxdur. Gainimiz sürətli aydın nəticə. Yəni bunu qazanmaq istəyirik. Gəlin value proposition canvas anlayışına baxaq. Bu nədir? Müştəri segmenti, jobs, görülən işlər, sağlamlıq xərclərini idarə etmək, müalicə xərclərini ödəmək, pains, ağrılar, yüksək xərclər, mürəkkəb prosedurlar, gec ödəniş, gains, qazanımlar, sürətli ödəniş, şəffaf kapital rahatlıq. Məhsulumuz nədir? Pain relievers nədir? Sürətli claim ödənişi, sadə polis alımı, 7-24 dəstək, yəni bu olsa çox ideal bir flow olardı. Hal-hazırda bir çox sığorta şirkətləri bunun üçün rəqabət aparır, yəni xidmət keyfiyyətlərini düzəltməyə çalışırlar, rəqabətdə bir-birinə nədə geri qalırlar, onu bazar araşdırması eləyirlər, harda uduzduqlarını anlamaq üçün. Gəlin baxaq Lean Canvas-a. Lean Canvas 9 bloklu biznes model şablonudur. Hər blok məhsulun əsas elementini əks elətdirir. Birinci problem, ikinci müştəri segmenti, üçüncü unikal dəyər təklifi, dördüncü həll, beşinci kanallar, altıncı gəlir axını, yedinci xərc
strukturu və 8 əsas metrikalar, haqsız üstünlük 9-uncusu. Diaqramımız 9 bloklu lean canvas cədvəlidir. Case study'miz BNPL, məsələn banking product, BNPL indi al sonra ödə. Bu trend yolla daha çox əməkdaşlıq qurulur. Məsələn Azərbankda BNPL satılar, deyək ki, məhsul üçün link canvas. Problem nədir? Müştərilər böyük alışları dərhal ödəyə bilmir. Görürsüz bu problemdən məhsul çıxardıblar. UVP-miz nədir? 0% ilə 3-6 aylıq taksit ani təsdiq. Müştəri 20-35 yaşında olmalıdır. Tutaq ki, e-commerce istifadəçiləridir. Gəlir merchant komissiyası gecikmə faizi. Hipotez əsaslı inkişaf nədir? Fərziyyə assumptionlar. Müştərilər ani kart emissiyasını 3 dəqiqə ərzində tamamlamaq istəyir. Məsələn, fərziyyəmiz budur. Eksperimentlər A/B testindən 2 dənə onboarding axınını müqayisə edirik. A/B testlər sübutları toplayırıq, qərar veririk. Diagram, assumption, experiment, evidence decision. Yəni hər hipotez ölçülə bilən metrikə bağlanır. Uğursuz nəticə pivot, uğurlu nəticə scale adlanır. Banking case-də ani kart emissiyası üçün KYC sadələşdirilməsi testi məsəl üçün. MVP, MLP, MMP. MVP nə idi? Yadınızdadır? Keçmişik. Bir dənə yadımıza salın Nərmin xanım. Minimum viable product. Yəni deyirdik ki, adam maşın istəyir, samakat ver, ona hələlik sürsün. Görək samakatı necə inkişaf elətdirə bilirik. MVP buydu. Orxan bəy buradasınız? Buradayam burada. MVP nə idi? Minimum şey eləməklə, məsələn, samakatı verib maşına satınca. Hə, odur. Yəni maşına sonra keçmək üçün də birinci samakatla deyirsən getsən. Samakatla maşının ortasında nə var idi? Nə edirdik samakatı? Birinci motosiklet eləyirdi. Velosiped eləyirdi, sonra motosiklet eləyirdi, sonra araba eləyirdi, sonra maşın eləyirdik. Yəni MVP budur. Yəni yalnız əsas funksionallar hipotezi sınamamaq üçün MLP minimum lovable product, yəni istifadəçinin sevəcəyi minimum təcrübə. MMP isə minimum marketable product, bazara çıxarıla bilən gəlir gətirən versiya. Baxın, onlayn məsələn polisi yenilənmə kimi bir case study'miz var. Deyirik ki, polisin son tarixini göstər, SMS xatırlatma ilə manual yenilənmə düyməsi. Bu MVP-dir. MLP avtomatik ödəniş təklifi ilə sadə UI ver, anlıq təsdiq bildirir. Müştəri bunu sevəcək. MMP tam self-service portal, cross-sell təklifi. Cross-sell yəni çarpaz satış. Yəni bir şey satır, məsələn mağazinə gedirsiniz ya McDonald's-da yemək zakaz edirsiniz, yanında nə idisə verir, bunu da istəyirsən. Bu cross-selldir. Analitika dashboardu nəticə MVP 3 həftəyə hazırlayır, MMP 3 aya planlandı. Yəni ona görə MVP-dən istifadə edirlər. Gəlin baxaq. Future ideation. Future ideation divergent məhsul düşüncə ilə maksimum ideya yaratmaq, konvergent düşüncə ilə ən yaxşılarını seçmək prosesidir. Double diamond nədir? Kəşf, diverge, converge çatdır. Divergent faza, beyin fırtınası, necə edə bilirik sualları. Konvergent faza da klasterlama, prioritetləşdirmə, seçim. Hər ideya problem ilə əlaqəli olmalıdır. Yəni sizin ola bilməz ki, ideyanız nəsə, yəni özündən gətirib nəsə ideya versən, heç kim ona inanmayacaq. Yəni onu prioritetdə ikinciyə, üçüncüyə qoyacaqlar. Əsas onlara, yəni CEO-lara maraqlıdır ki, problemi həll edən bir şey olsun. Gəlin prioritizasiya modellərinə baxaq. Ən məşhur Moskovdur. Feature'lar 4 kateqoriya. Must have, mütləq lazım. Should have, vacib amma kritik deyil. Could have, əlavə dəyər qatır. Won't have bu versiyada yoxdur. Kredit scoring dashboard üçün, məsələn, must nədir? Real time skor göstərisi, düzdür. Bir hesablasın, qiyməti versin də, ən önəmlisi budur kredit scoring üçün. Should nədir? Skor tarix qrafiki, anonitet məsəl üçün. Could rəqib müqayisəsi, want AI based score izahı. Məsələn, AI based sonra da qoşsaq olar da, bu dəqiqə yəni vacib deyil o.
Hə. Gəlin baxaq prioritization scoring-ə. Bax burada RICE metodundan istifadə olunur. Reach, Impact, Confidence, Effort. Risk cədvəli, bax bu. Məsəl üçün, self-servis ödəniş nədir? Qazancı 500 tutan müştəri. Impact-i tutaq ki 3%. Confidence 80%, effort 2-dir, level skoru 600-dür. Polisi yenilə, chat dəstəyi hesabatı yüklə. Bax, burada nə görürsünüz? Görürsünüz ki, hesabatı yükləmək axırıncıdır. Yəni, hesabatı hal-hazırda yükləmək lazım deyil də. Əsas odur ki, self-servis, yəni özünü ödəsini öz ödəməli olan çox vacibdir də. Yəni, reach odur. Impact, yəni bunun ölçülə bilən təsir dərəcəsidir. Yəni impact-ini də göstərir ki, burada 3-cü leveldadır da. Yəni ən çox təsir edən budur. Yəni self-servis ödənişdir. Gəlin baxaq product roadmap-nə. Now, next, later roadmap-nə gedirik. Məhsul inkişafı yolunu 3 üfüqə bölmək olar. Prioritetləri now, next və later. Now indi, next 1-2 ay ərzində, later 3+ ay üzərində işlənilir. Gəlin baxaq release planning nədir? Release train milestone timeline-lardan gəlin baxaq. MVP, beta, pilot, full launch mərhələlərinə bölünür. Hər release üçün scope, tarix, dependency və cavabdeh komanda müəyyən edilir. Digital claim, submission məhsuluna. MVP məsələn, foto yükləmə və avtomatik qeydiyyat, beta status izləmə və launch, tam inteqrasiyadır. Dependency idarə etməsi necədir? Backend API, core insurance sistem inteqrasiya, məsələn, KYC modeli və s. Push notification servisi, yəni hər şey inteqrasiyadır. Bizim telefonumuza kredit götürəndən sonra SMS gəlirsə və yaxud zəng gəlirsə, bunların özü də bir inteqrasiya metodudur. Tələblərin hiyerarxiyası, vision nədir? BR, FR, NFR, user story, bunlar keçmişik. BR nədir? BR yadınızda deyil. Business tələbi, business requirement. Bəs FR? Functional Requirement. requirement. Bəs NFR? Non-functional. Ay, sağ ol. Gəlin baxaq, user story nə idi bəs? Nə üçün var idi? Onu bilirəm. O müştəri hekayəsində Jirada falan yazırdıq, Nərmin xanım. Ay, sağ olun. Bu da düzdür. Bəs acceptance criteria? Nələri eləməli, şeylər, Səhv olanda nə versin? given reason, hə. Biznes qaydaları məhsulun davranışını idarə edən şərtlər toplusudur. Decision table, məsələn, şərt kombinasiyalarına görə nəticəni müəyyən eləyir. Kredit kart üçün tutaq ki, yaşı 18-dən yuxarı olmalıdır, aylıq gəlir 500-dən yuxarı olmalıdır. Məsələn, kredit tarixçəsi yaxşı olmalı, təsdiqlənir. Şərtlərdən biri ödənilməsi rədd edilir və ya əlavə sənəd tələb olunur. Bu, biznes qaydaları belə yazılır. UX və prototipləşdirmə nədir? Wireframe, keçmişdik, prototip və test. UX prosesi ideyanın görsel forması, yəni UX yazır journey-yi, ondan sonra onu UI gedir, onu prototipləşdirir, görüntüyə salır. Low fidelity wireframe ekran strukturunu, high fidelity prototip isə real istifadə çaxışını göstərir. İnformasiya arxitekturasında dayandırıram, bundan o tərəf gələn dərs baxarıq. Bu qədər bugünkü mövzumuz. Kimsə sualı var?